Həzi qulaq asın. Qardaşım biri yazıb ki, biz banket yerini reklam eləmişik ki, yəni burada gəlib banket də eləmək olar. Yazıb altına ki, əgər bu qardaş həqiqətən də həcdə olubsa, bu banketdir, ad gündür, belə şeylər qeyd eləmək İslamda olmaz. Yəni nə deyə bilərsən bu adama? O adama onu deyə bilərəm ki, birinci salam aleykum qardaş. İkincisi bizim ölkədə ad günü keçirdirlər. Biz də restoran işlədirik əzizim. Biz cəmaata ancaq yeri və qulluğu göstərə bilirik. Yerimiz bu, yeməyimiz bu. Başa düşdün, biz heç kəsin ağası deyilik, heç kəsin də nökəri deyilik. Bir də Allahın nökəri, amma heç kəsin ağası deyilik. Ad günü keçirdəni də qulluq edirik, keçirməyəni də qulluq edirik, yeni il keçirdəni də qulluq edirik, keçirməyəni də qulluq edirik. 5 manat çörək pulu üçün evdən bayıra çıxmışıq. Düz deyirəm Əli? Və sənin bir dənə sözün var, əsas kişinin haqqına girməsin. Həri. Ən vacibi odur. Sən qardaşım, o boyda cümlə yazmısan, İslamdan danışdın. Heç olmasa əvvəlində yaz ki, qardaş Allah xeyri versin. Vallahi. Amma mən bu sözü də demək istəyirdim. Sən nəyə qoyub nədən danışsan? Əzizim, həci meydandadır. İkinci filial açılıb. Qardaşım Gəl bir də. dənə sözünü qüvvət deyim ki, o türklərdə bir çıxmış deyib, Vaka surəsini oxu, işləməyə və gərək yoxdur. Yəni, lap belə şeylərlə uçuruma getmə, qardaş. Allah köməyin olsun. Amin, hamımızın.